2016-cı il xalqın, millətin yaddaşında qalan aprel döyüşləri. Təbii ki, zəfərə getdiyimiz yol məhz aprel döyüşlərindən başlamışdı. Həmin döyüşlərdə iştirak edən və böyük bir qəhrəmanlıqlar göstərən şəhid milli qəhrəmanımız Murad Mirzəyevin bugün mövlududur. Yəni anadan olduğu gündür. Murad Mirzəyev 31 mart 1976-cı ildə dünyaya göz atmışdı. O hələ uşaqkən qəhrəmanlığı seçildi. Məhz bu qəhrəmanlığı da onu hərb sahəsində təhsil almağa gətirib çıxartdı. Bir çox əməliyyatlarda iştirak edən Murad Mirzəyev düşmənin kabusuna çevirmişdi. Məhz onun bir çox xarici ölkələrdə kəşfiyyat dərsləri alması və bir çox nailiyyətlər əldə etməsi düşmənin də nəzərində idi. 2016-cı il aprel döyüşləri başladığı zaman Murad Mirzəyevin dəstəsi öndə döyüşürdü. Məhz düşmənin bir çox strateji obyektlərin tutulmasında böyük bir uğura imza atan Murad Mirzəyev 2016-cı il 3 apreldə qəhrəmancasına şəhid olmuşdu. Məhz qəhrəmanımızın qəhrəmanlığını Ali Baş Komandamız Naməliyev canlıları nəzərə alaraq Murad Mirzəyevi ölümündən sonra milli qəhrəman adı ilə təbrik etmişdir. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.